Uşaqları görmüsünüz ağlayanda, uşaqlar necə ağlayar? Bax, belə gözlərini silər. Yazır ki, yukəfkəfü dumuaha bikummi. Hüseyin ətəyi ilə, qolları ilə gözünün yaşını silə-silə gəlir. Bilirsiniz necə dayandı Hüseynin göz yaşı? Fəqət tədafəətir rical ila müxəyyəmihi. Deyir, kişilər hücum elədilər qadınların xeyməsinə, gözünün qabağında. Əvvəlfəz ölüb cürət tapıblar. Deyir, Hüseyin ağlayan yerdə gördü ki, bir dəstə kişi hücum eləyir qadınlara tərəf. Tək qalıb, arxası yoxdur. Yazır, fənadəl Hüseyin əleyhissalam. Əlac qaldı fəryad eləməyə. Ucadan fəryad elədi. Əmamin muğisin yuğisuna. Bir nəfər yoxdurmu bizə pənah versin? Əmamin mucirin yuciruna. Bir nəfər yoxdur bizə yardım eləsin? Əmamin talibi haqqin yansuruna. Bir haqq tələb adam yoxdur bizə kömək eləsin? Hüseyin elə fəryad elədi, düşmən qayıtdı. Qayıtdı xeymələrdən. Fəətəthu səkinə. Səkinə gəldi qabağa. Və səələthu an əmmiha. Əmisi haqqında soruşdu. Fəqalət, eynə əmmiyəl Abbas. Dedi, ata bəs əmim hardadır, tək qayıdırsan? Əmim hardadır, tək gəlirsən? Tarix yazır, fəəxbərəha bi qətli. Deyir, xəbər verdi ki, Əbəlfəz öldürülüb. Demir, dedi. Demədi, deməyə ürəyi gəlmədi. Bilirsiniz necə xəbər verdi? Qadınların içindən keçdi, gəldi, girdi Əbəlfəzin çadırına, xeyməsinə. Sütunu götürdü, yatırtdı. Əbəlfəz xeyməsi yatanda qadınlar başa düşdü. Zeynəb xeymədən çıxdı. Va əxah, va Abbasa, vay qardaşım, vay Abbasım. Və bəkeynən nisvə, qadınlar ağladı. Və bəkəl Hüseyin, Hüseyin də ağladı. Zeynəb, vay qardaşım deyir. Deyir, qardaş, səndən sonra əsir olacaq biz. Hüseyin də deyir, səs verir Zeynəbin səsinə. Birinci dəfədir bu. Zeynəb dedikcə, Hüseyin də səs verir Zeynəbin səsinə. Fənnəhəzə Səccad əleyhissalam. Deyir, bu yerdə İmam Səccad xeymədən çıxdı. Yətəvəkkəu alə əsah. Və yəcurru seyfə. Deyir ki, əsasına söykənib qılıncı sürünə-sürünə İmam Səccad, İmam Zeynəlabdin çıxdı. Ata qəribliyi fəryadıva qurban olun, mən hələ ölməmişəm, mən varam.